Ağdam rayonundan paytaxta oxumaq üçün gələn Lazimə Abdullazadənin 18 yaşı var. O 9-cu sinifdən sonra təhsilini peşə məktəbində davam etdirməyə qərar verib. Lazimə deyir ki, bu addıma gələcək karyerasını daha tez qurmaq üçün atıb. 9-cu sinif bitirdikdən sonra peşə məktəbinə qəbul olduqda həm orta təhsil fənlərini, həm də ixtisas fənlərini daha dərindən öyrənirəm və beləliklə də 3 ilin ərzində həm attestat, həm də diplom əldə etmiş olacağam. Qənnatçı və şirniyyat ixtisasları uşaqlıqdan həvəsim var idi, yeni reseptləri öyrənməyə, şirniyyat hazırlanmasında, yəni daha böyük maraqlarım olubdu. Ölkəmizdə turizm sektorunun inkişafı, yaşayış obyektlərinin sayının çox olması, bu da gələcəkdə iş imkanlarını artırır. Azərbaycanda orta məktəbin 11-ci sinifinə qədər təhsilini davam etdirməyənlərin sayında ciddi artım var. Ekspertlər bu tendensiyanın erkən nigah və vaxtından əvvəl əmək fəaliyyətinə başlamaq kimi müxtəlif səbəblərini qeyd edirlər. Digər əsas amillər isə yeniyetmələrin kollec və peşə məktəblərinə üz tutmasıdır. Təhsil eksperti Elçin Əfəndi bildirir ki, xüsusilə peşə təhsilinə yönələnlərin sayında hər il ciddi dinamika müşahidə olunur. Burada təhsil göstəricilərinin zəifliyi və yaxud da təhsilin ümumiyyətlə imtahanların və sair şagirdlərin ümumiyyətlə 10-cu 11-ci sinif oxumalarına hər hansı mənfi təsirindən irəli gəldiyi kimi dəyərləndirmək düşünürəm ki, düzgün deyil. Bitirdikdən sonra daha erkən əmək fəaliyyətinə başlayan bir istiqamətdir. Məsələn, ali təhsili bitirdikdən sonra və ya orta ixtisas təhsilini bitirdikdən sonra bizim vətəndaşlarımız əmək fəaliyyətinə dərhal başlaya bilmirlərsə, peşə təhsilini bitirdikləri zaman onlar dərhal əmək fəaliyyətinə başlaya bilirlər. Peşə təhsili üzrə Dövlət Agentliyindən aldığımız statistikaya nəzər yetirdikdə bu sahəyə maraq göstərən gənclərin sayının ilbəil artdığını görmək olur. 2022-ci ildə 9-cu sinifdən sonra peşə təhsilini seçənlərin sayı 5545 nəfər idisə, ötən il bu rəqəm rekord həddə 7934 nəfərə çatıb. Ümumilikdə son 4 ildə 9-cu sinif məzunları arasında peşə təhsilinə üstünlük verənlərin sayı 43% artıb. Ümumilikdə təhsil alanların 40,8% Bakıda, 59,2% isə regionlarda təhsil alır. Regionlar arasında ən yüksək göstəricilər Gəncə Daşkəsən, Şəki-Zaqatala, Mərkəzi Aran, Abşeron, Xızı və Qarabağ iqtisadi rayonlarında qeydə alınıb. Regionlarda ən çox təhsil alanların olduğu 10 ixtisas, aşbazlıqdır, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik monitorudur, bərbər vizajist manikürçüdür. Şagirdlərin, xüsusilə də qızların 9-cu sinifdən sonra məktəbdən uzaqlaşmasının əsas səbəblərindən biri də erkən nigahlar göstərilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmisi Şəbnəm Cəfarovanın sözlərinə görə bəzən təhsildən yayma faktlarının arxasında daha ciddi hüquq pozuntuları gizlənir. Bəzi hallarda biz əslində ucqar kənd bölgələrində bunun şahidi oluruq və bunu halın yaranmasına da valideynlər tərəfindən təəssüf olsun ki, müxtəlif bəhanələr gətirilir ki, məsəl üçün təhsildən yayınma bizim gözümüzün önündə olan bir səhnə kimi canlana bilər. Amma onun arxasında biz baxırıq ki, bu uşağın sənədi belə yoxdur, yaxud da ola bilər bu uşaq ümumiyyətcə bütün hüquqları pozulub, heç onun valideyni də deyil, onun yaşadığı ailələr, yaxud da kənar təhriklər var, yaxud da erkən nigaha cəlb olunması, erkən evliliyə cəlb olunması halı var. Bu kimi faktlar artıq işin araşdırılması gedişatında bəlli olur. Dövlət Komitəsindən həmçinin bildirilir ki, bu istiqamətdə maarifləndirmə və profilaktika əsas prioritetdir. Hədəf valideynləri məlumatlandırmaqla qızların və ümumilikdə uşaqların təhsildən yayınmasının qarşısını almaqdır. Türkanə Əlsoy, Anar Ağazadə, Namiq Ağayev, İTV Xəbər.